Karyera sərgisi açılacaq. Sərgidə təhsil sektorunda ən son innovasiyalar nümayiş etdiriləcək. Təhsil Nazirliyinin dəstəyi və İTEKA Kəsbiyən şirkətinin təşkilatçılığı ilə Bakı Expo mərkəzində 9-cu beynəlxalq təhsil və karyera sərgisi açılacaq. Sərgidə dünyanın 16 ölkəsindən 124 şirkət iştirak edəcək. Bununla bağlı mətbuat konfransında bildirildi ki, ekspozisiyada Azərbaycanla yanaşı Rusiya, Türkiyə, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Qazaxstan, İsveçrə, Macarıstan və digər ölkələrin ali təhsil müəssisələri təmsil olunacaq. Sərgidə təhsil sektorunda ən son innovasiyalar və nanotexnologiyalar nümayiş etdiriləcək. Bildirildi ki, ölkələr arasında ali və orta təhsil sistemində yeni əməkdaşlığın qurulmasında sərginin böyük əhəmiyyəti var. 16 və daha yuxarı yaş qrupuna aid ziyarətçilər üçün nəzərdə tutulan ali təhsil və dil bacarıqlarının təkmilləşdirilməsi sektoruna da xüsusi diqqət yönəldilib. Surhayat Akişiyev, Elçin Tağıyev, Nərmin Xəlilova, Xəbərlər. Milli Elmlər Akademiyasının